Növbəti sual tərəzi sualıdır. 3 dənə tərəzidir. Yəni bunun əsasında 3 dənə sualın cavabını tapacağıq. Deyir ki, 9 fərqli fiqur var. Hərəsi 1-dən 9-a olan ədədlərdən birinə uyğundur. Yəni 0 yoxdur, 1-dən 9-a. Və deyir ki, fiqurlardan biri tərəzilərdə yoxdur. Fiqurlardan biri tərəzilərdə yoxdur. 7, 8, 9. Ümumiyyətlə bu tərəzi özü biraz fərqli tərəzidir. Çünki burada bir dənə tərəzi görürük, tarazlıq var. Burada da bir tərəzi var, tarazlıqdır. Əlavə olaraq o tərəzilərin özünü də tərəzinin içinə qoyubdur. Baxın, bir dənə də sonda belə bir tərəzi var. Yəni bu formada burada belə bir mötərizənin içində belə bir söz var ki, tərəzilərin çəkiləri nəzərə alınmır. Yəni birazdan deyək ki, bu iki tərəzinin çəkisini biz qatmamalıyıq məsələyə. Baxaq indi. Yəni onları qarışdırmadan, yəni onlara ehtiyac olmur da, sadəcə bu fiqurlardan söhbət gedir. Fiqurlara əsasən işləyirik. Fiqurlardan biri tərəzidə yoxdur, deməli bir dənə artıq rəqəm qalacaq əlimizdə. Hansı tərəzidən başlayıram birinci? Gəlin elə birinci bu tərəfdən başlayaq. Çünki burada bir xeyli fiqur var, cəmi 3 dənəyə bərabərdir. Onda mən nə edə bilərəm? Baxın, bunlara onda kiçik qiymətlər verməliyəm. Bunlara 1 verəndə eləyir 12. Bu dairələri də 2 verəndə 6 dənə var. O da eləyir 12. Onda oldu 24. Və bu tərəf ağır olmalı. Onda mən bunların birinə 8 versəm 24 eləyir də, bəs eləmir. Onda deməli 100% 9 verməliyim. Və mən bunlara bu sol tərəfə 1 və 2 vermişdim. Artıq başqa şey dəyişib yoxlamıram. Çünki hələ 1 və 2 qoyduğum halda belə 9'lar güclə çatdı orada. Deməli 1 və 2 qoyduğum halda belə 3 dənə 9'u güclə yəni bura qoyduq və belə deyək də tərəzinin şərtləri ödəndi. 27 24-dən ağır oldu. Deməli onda 1, 2, 9, 100%'dir. Bunlar tapıldı. Gəlirəm bura. Yenə bənzər şəkildə. Baxın, buradakılar çoxdur, buradakılar az. Onda bunlara kiçik qiymət verək, bunlara nisbətən böyüklər qalsın. Və bərabərlik yaranmalıdır burada. Dairələrə 3 versəm, eləyir 12. Kvadratlara 4 verim. Yəni, hansı fiqurdan çoxdursa, onlara daha xırda qiymət verirəm. Məsələn, 3 buzağa niyə 4 vermədim, kvadrata 5 verdim? Çünki kvadrat daha çoxdur. Qoy, kiçik olsun ki, bunlar ona çata bilsin. 2 dənə 4 oldu 8, 20. 3 buzaq da 5 olsa oldu 25. 25. Görək sol tərəf 25, sağ tərəf 25 ola bilir ya yox. 3, 4, 5'i işlətdiyimi düşünsək 6 və 7 qalır. 6 və 7'ni nə formalı düzə bilərəm? Məsələn 6, 6, 6. 3 buzaqlar çox deyil. 3 buzaqlara 6'nı verirəm. 7'ni də bura 25. Beləcə hamısı alındı. Tarazıqlar alındı. Onda silirəm bunları. Qaldı əlimdə bir dənə 8. 8 də deməli aşağıda bizə əlavə bir şəkil verməlidir, fiqur verməlidir. Ona da 8'i işlədəcəyik. 25'in 25'ə. Suallara baxaq. Hər 3 tərəzinin tarazını təmin etmək mümkündür. Nöqtə. Variantlardan birini bu cümlənin əvvəlinə qoymalıyıq. Yəni hansı variantı bura qoysaq cümlə düz gələr. Bir oxuyaq. Yəni nə demək istəyir? Variantları oxuduqca başa düşəcəyik. Deyir, ağ dairə fiqurlarından birini 3 buzaq fiquru ilə qara dairənin birini boz fiqurla əvəz eləsək, hər 3 tərəzinin tarazlığı əmələ gəlir. Burada onda əvəz etmələrdən danışırsaq, qiymətləri dəyişəcəksə, birinci gedək altdaşları tapaq, qiymətləri dəyişməyəm. Sonra 8 yazaq. 8 olan fiqur hansı ola bilər? Deməli, biz 8'i ağ tapmamışıq. Onda bunlardan heç biri olmaz da 8. Fərqli nə veribsə odur. Baxın, ulduz. Yuxarıda ulduz yox idi. Deməli, bu ulduz 8 ola bilər. 90'da qara dairənin qiymətini soruşur. Qara dairəyə biz 2 tapmışdıq. Qara dairə 2'dir. İndi bu 88'i yoxlayaq. Deyir ki, ağ dairə fiqurlarından birini 3 buzaqla əvəz edək. Baxaq, ağ dairə hardadır, 3 buzaq hardadır. Ağ dairə buradadır, 9'dur. Onu qara 3 buzaqla əvəz eləməliyim. Qara 3 buzaq fiquru ilə qara 3 buzaq 6'dır. Ağ dairə fiqurlarından birini qara 3 buzaqla əvəz edirik. Onda yəni qiyməti dəyişmək mənasında. Bu 9 dəyişir, olur 6. Onda baxın, bu 27 neçə olur? Cəm bayaq 27 idi, 3 vahid azalacaq olacaq 24. Sonra deyir ki, bu qara dairəni də boz dairə ilə əvəz eləyək. Qara dairəni bozdur. Qara dairə buradadır. Qara dairəni bozla əvəz eləyəndə o 2 olacaq 3. Baxın, onsuz da hal-hazırda 24-24 tarazlıq yarandı. Bizdən istəyir ki, hansı variant tətbiq eləsək, deyir, hər 3 tərəzidə tarazlıq yaranar. Hal-hazırda tarazlıq yaranıbdır. 24-24 olubdur burada. İndi bu qara dairəni götürsəm, yerinə başqa şey qoysam, tarazlıq pozulacaq. Deməli, A variantı ödəmədi. A variantını silək, yəni A variantı üçün yazılarımı silək, B-ni yoxlayaq. Deyir, ağ dairənin yerinə qara kvadrat qoyun. Qara kvadrat 7'dir. 9'un yerinə bir dənə 7 qoyuram. Onda cavabımız 2 vahid azalacaq, olacaq 25.
və deyir ki, boz kvadratın yerinə də qara dairə qoyun. Boz kvadrat burada 1-dir. Yəni bir dənə deyir, boz kvadratlardan birini qara dairə ilə əvəz edin. Yəni bu birlərdən birini silirik, sadəcə bir dənəsi. Olur 2. Yəni bir vahid artacaq da cavabımız. Yəni 24 olacaq 25. Bu şəkildə və həmin cümlə bitdi. Deyir 3 tərəzi tarazlıqda olar. Baxıram ki, birinci tarazlıqda oldu. Bəs o birilər necə tarazlıqda olsun? O biri tərəzilərdən onsuz da biri tarazlıqdaydı. 25-25. O biri tərəzi onsuz tarazlıqdaydı. Qaldı bu üçüncü tərəzi, yəni bu böyük tərəzi. Böyük tərəzinin tarazlıqda olmasını yoxlasaq, bayaqlar necə idi? Bu tərəf 50 idi. Bu tərəf isə biraz ağır idi də. Elə bir ki 27 və 24 idi. Toplayanda nə edirdi? 51. Bu tərəf isə 25-25, toplayanda 50. Yəni tərəzinin bir gözü 50 idi, o bir gözü 51. İndi necə oldu? Bu tərəf dəyişib 25-25 olduğu üçün, baxın bu tərəf dəyişdi, oldu 25-25. Yəni oldu 50. Onda bu tərəf də onsuz da 50-dir. Yəni 50-nin 50-yə tarazlıq yarandı. B variantı ödədi. O birləri yoxlamama ehtiyac qalmadı. Yox, lazım olsaydı, yəni 1-1, məsələn, qara dairənin yerinə deyir ki, ağ uçbucaq qoy, gələcəkdim bura qara dairə 2-dir, yerinə bir dənəsi yerinə 5 qoyacaqdım. Onda yəni deyəcəkdim ki, 24 yox, 27. Belə 1-1 qalanlarını yoxlayacaqdım, amma B variantı ödədi.